Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avanda olsun. Qərənfilin mətbəxinə xoş gəlmisiniz. Mən mandalin sirkəsi düzəltmək istəyirəm. Birinci mandalinləri yuvacağam. Heç çox eləməyəcəm. 2 balon eləyəcəm. Limon da yuyuram 2 dənə. Yaxşı yuvacağam ki, qabıqlarını da qurudacağam. Ayten keçmişlərində tökəcək. Kurabiyə də. Bizim öz yerli məhsulumuzdur bu mandalin. Buna heç nə vurmayırlar da kimyəvi maddə. O xaricdən gələnlərə nəsə vururlar ki, xarab olmasın. Parılıyor. Amma yenə də yuvacağım da təsəl. Mandalinləri soğuram mən qabığın. Biraz da alma qatacağım. Hərəsinə, hər balona 2 dənə alma qatacağım. Mandalinimiz də şirindir, amma hərdən içində turşu da var. Mütləq təmiz yuyulmalıdır. Balonlara da qaynar su töküb yaxalayacağım yığanda bunları. İndi bir saat mandalinin sezonudur. Deyir, çox dadlı sirkə olur. Mən qoymamışam, almağa qoyuram 2 ildir, amma mandalindən qoymamışam. Rahat soyulan mandalin işiniz rahat eləyər da. Allah hamımızın sürfəsinə bərəkət versin, qurbanım Allah. Dünyamızı salamat eləsin. Qabığını da bunu ayten qurudacaq. Sonra kurabiyələr düzəldəndə tökəcək. Mandalinləri soydu, yığdı. Mandalini soymuşam, ona görə elə almayı da soyacağım. Hərəsinə, hər balona 2 dənə, 3 dənə alma qatacağım ki, bu mandalin sirkəsi dadlı, şirin sirkə olacaq da. Nəvələrim Allah qoysa verəcəm, boğazları gəlib eləyəndə anası içirsin. Təmiz yumuşam hamısını. Limonun da qabığını soyuram ki, acı olmasın. Dadlı sirkə olsun da alma da qatacağım. Limondur, mandalindir. Bir yaxşı limonu gəlir. Çayı Limonun qabığında ayten qurdarları. 1-2 dənə öz qabıqlarından atacağım elə mən onu. Elə indidən atıram, hərəsinə 3-4 dənə belə qabıq ki, qabığın da tamı ayrıdır. Ya Allah deyirəm. Mən əllərim də təmiz yumuşam. Əlim bunun içine girməyir xətən mən. Heç deyilmirəm ayten. Bu əzməli üyü əslində mənim balonların ağzı balacadır. Valla mən də o qədər həyat yerində iş görürəm ki, əllərim çox çobuddur. Beni də can tük oradan dəyəcək. Türk xanımlarından götürmüşəm bu. Onlar əzir. Mən əzmədim.
Şene kurban olun ömrüm değil. Allah arzusunda olanlara da versin. Mənim böyle olma. Təlxəliklər çoxalır. Başqım. Mənim gələcək soldatımdır da bu. Əskərimdir gedib bizi qoruyacaq. Qorumuysan. Sən tənbəl olacaqsan. Çox. Sən tənbəl olacaqsan. Yatarsan ancaq orada, səni də komandirlərin çubuqla çırpar. Yaxşı, birisindən güllə o. Yuxudan durur, oyadıb gətirib qoymuşum. Sabır. Aşkım, çok. Rüyemin başı, çok. Allah bütün aileleri beləncə uşağına sevindirsin. Can Türk kimi yemək yemir, belə yox, yemək yeyən uşaq qismət eləsin. Bu yemək yemir, ancaq anasının sütü ilə qidalanır. Döyəcəm onu bir gün. Düşmək istəyirsən, mən bildim. Sən düşmək istəyirsən. Sarı alma, bu da şipşirir. Mən almanın seçəsini qoyanda, əgər alma salmaqdırsa, qabığını soymuram da. Bəzən qoymuşam mən, qabığını da soğuk koymuşam, amma qabığını da ayrı koyuram. Toğların suyuna tökməyə, buzda istadıram ona. Son. Niye danışırsın sen? Bitti. Ben ne bittiler? Bittiler. Böyle bu edelim de. Bu yarısını saklayayım. Onları bir balona eləyərəm. Limonum öyle az idi. Limonun laperəsine süz. 1-2 dənə də tökə bilərsiniz. Mən indi bunların hərəsinə, bunlar çox şirindir. Duz ələyib. Duzu da götürürüm. 1 qaşıq noxudla bulğurun qarışığını tökürəm. Sirkə anası tökürəm. Bu amma alma sirkəsinindir. Az atıram. Bu sirkə anası evinizdə olmasa da olar. Ha. Mən birinci başlayanda valla nə sirkəmin anası vardı, nə atası var idi. Hərəsini biraz bax belə. Qaşığın burnunda. Böyle Can Türk başladı söküntü işləri aparmağa. Alma sirkəsi deyil, bu da durulmayıb hələ. Təzədir da. O cür süzmüşüm. Təzədən də bankada ana gətirib. Can. Burada oyanım gətirib. Bu nasıl töküm ondan da mənə bunu. Həcə. Boldu balam, potdu balam. Ne istəyirsən buradan? Buradan şeyine ver. Al. Aç. Atlı gələ. Hərəsinə 1 qaşıq bal tökəcəm. Ya Allah deyirəm, suyunu tökürəm.
qızqırması için bankanın başında yer bıraxırıq. Çünki bu qızqırıb qalxır. Çıxıb tökülməsin. Əziz izləyicilər, qalan biraz sarı almam qalmışdı. Sarı almalar çox şirindir. Tez xarab olur. Bax, taxta qaşıqla təmiz, yeməli olmasın. Yemək qarışdırdığınız olmasın da. Lap qarışdırdığınız olmuş da ola bilər. Onu qəşəng yoğursunuz gül kimi. Sodalı soğan. O ucu saxlayırsınız sirkə. Sirkə doğrusu sirkə olanda çiflənməz. Bunu qarışdırırsan qəşəng. Birinci meyvə içində çoxdur deyən, yaxşı qarışmır. Səhər birisi gün aytən, mən bunlara dəsmal bağlayıram. Ağzına da rezin taxıram. Hər gün vaxtı olanlar 2 dəfə qarışdırsın. 3 dəfə qarışdırsın. Lap çıqqan eləyirsinizsə, kuxuna da düz əlünüzün altına qoyun, vanilin yanına. Mən Allah hamd olsun, vaxtım olmadığına, bir də görsən gec 3-də işim qutardı, 3-də də olsa, amma heç olmasa gündə bir dəfə mütləq qarışılmalıdır. Mən də gedirəm, alma sirkələrimi də göstərəcəm sizə. Uca alma sirkəmi saxlatdıracam, 20 gündür qarışdırıram mən o. Sirkə anası yaransın. Getdi öt. Əziz izləyicilər, balaca neçələr gəlir. Mən açdım sirkəmin üstün. Bax, burada elə, bunları bu gündən daha qarışdırmayacam. Bax, durulub. Bıraxıram bunları sirkə anası yarasın. Bunlar hamısı elədir. Bu 3 dəfəmə qoymuşam. Amma burada var bunlar bir 20 dənəsi balonun sarı almadır, şirindir. Onlar çox tez yetişdilər. Tez əzildilər, durulublar çəkərdən. Bax, durulublar, axşam qarışdırmışam sonuncusun. Tez oldu da 11-12 günə bunlar olduqca bıraxmışam sirkə anası gətirməyə. Bir də ağır-ağır ağarıb, bax, sirkə anası gətirəcək. Bax, de burada da. Bunları qarışdırmayacam, amma burada var. Bunlar bərk almalardır. Bunları qarışdırıram gündə 2-3 dəfə. Bunları 20 gün qarışdıracam. İndi mandalinə də baxacam. 20 gün, 11 gün, 15 gün. İndi baxırsınız da siz özünüz tam bir tane çıxmasında xəşir kimi olubsa daha qarışdırmıyorsunuz. Qəşəng ağzını bağladınız, üstünə bir gərin dəsmal atırsınız, qaranlıq olsun. Onsuz bizim bura paltarivanın otağıdır. İstidir də taplayeni var. Bəlkə də ona görə tez gəlir. Bunları qarışdırırsınız. Buradan bu izə ucu qoymuşam yetişməyə. Bunları indi süzəcəm, bunları bu sirkəmiz gətirənləri. Hələ bir 5-10 gündə qalacaq da nasıl gətirmək üçün. 3 aya tam olur. 3 ay saxlaya bilərsiniz bu bankada. Amma kontrol edin, tuşlar demişkən ki, xarab olmaz. Bu da mənim indi qoyduğum mandalina sirkələrimdir. İndi gündə 2 dəfə Allah olsa onları yaxışdıracağım. Allah dünyamızı salamat eləsin, qurban olma Allahın adına. Allah hamının balasını qorusun, əsgərlərimizi qorusun. Bu otağa girirsən, sirkə yiyəcəm. Biz çox işlədik. Mən sirkəyə çox işlədirəm. Əsasən də toğuların üstünə qatırıq, duzluların hamısında. Mən ildə mağazinə nə qədər sirkə alırım. 10 balonacan qoymuşdum. Hamısını işlətdim və bircə litri qaldı. Bu da tez-tez qarışdırmaqdan məqsəd odur ki, bax, üzünə görsünüz almalar çıxıb, saralır da. Bu 2-3 gün belə qalsa, yadınızdan çıxıb saxlamayın da, yəni qalsa, o uca çiflənəcək. Bir damcı da çifləndiyi zərrə qədər. Daha onun qorosuyu olmayacaq. Sirkə də keçmişdə ona qorosuyu deyil.
almalar cürbəcür olur. Bax, buradakı 20 dənə balonun şirin almaydı. Sarı şip şirin almaydı. Uşaqlar yeyə bilmədi. Mən onu sirkələdim. Tez gətirdi yəni. Hələ üstə də gəlin, mən nə bilim ki, elə olacaq. Pesokla qoydum. Tamam. Qarışdırdığın ağzını yaxşı-yaxşı bağlayırsan. Nazik elə belə çitlərlə bağlayırsan ağzını. Düzümüzü girməsin. Hava girməlidir. Burası onun içinə. Mən bunu qarışdırdım. Qəşəng ağızlarını bağladım. Üstün qarandıq eləməlidir. Onsuz da bu otaq qarandıq olur. Zantürk yandırır. Allah qoysa, süzəndə süzə göstərəcəm. 20 gün, 21 gün qarışdırırsan, gündə hər gün qarışdırmalısan ki, üzündəki meyvələr çiftlənməsin. 21 gündən sonra, ən çox 21 gün, bütün sirkələri 21 gündən sonra dinlənməyə buraxırsan, daha qarışdırmayırsan, o qədər tükavətdən oxuyan onların sözləri deyil. Daha qarışdırmayırsan, sirkə yaranır. Əgər çiftlidirsə, o zülüm çəkəcəksiniz. Mənim 2 balonum, inabım üzü çiftlənmişdi. Daha nələr çəkdim o düzəldimdən Allah bilir. Çalışın ki, hər şey təmiz olsun. Pantalarınızı qaynanmış suyla yaxalayın. Almaları qəşəng tərtəmiz yuyun ki, çiftlənməsin sirkələriniz. Allah biliyoruz, salamat eləsin. Allah əsgərlərimizi qorusun. Əziz izləyicilər, mən mandalinlərin, bax, ucu yavaş-yavaş suyu ayrılır. 5 gündür ki, qoymuşam sirkə üçün. Bu yalxı mandalindir. Bu amma alma qatmışam, limon qatmışam buna, dadlı olması üçün. Bax, suyu ucu ayrılıb, meyvə qalxıb göyə. 2-3 gündən sonra bu şirin meyvədir daha, tez əmələ gələcək. Otaqda istidir. Xeyir olsun, əziz izləyicilər, gününüz aydın olsun, avanda olsun. Mən yarım pardasa bundan qabaq mandalin sirkəsi düzəltmişəm. Sirkənim alınıb yaxşı. Anasını da gətirib. Bir dənəsi bununki düşdü yerə yox etsin. Mən indi bunları süzəcəm. Nənə qurban. Çatan böyü, nazik, mən sirkələrimi elə boyuna süzürəm. İçində. Sintetik parçadır, nazik, qəşəngdə süzür. Sinəndə heç nə bıraxmır. Mən onda analarını götürürəm. Zantürk mənə çubuğumu versəydi bir dəfə. Aşkım, çubuğumu ver, nə olur? Bax, sədrəfin kəmi verir. Qaç multifilimdən baxırız. Hərəsi bir cür anasını gətirib. Bax, bu qəşəng gətirib malmolat kimi. Buncu balaca idi. Açı da deyəsən elə biraz babatı düşüb içinə. Bu lap balacadır. Qatıdır. Bu bankaları mən biraz baş-başa tökmüşəm. Ya Allah'ım yarabbim. Bütün meyvelerin sirkəsi olur. Güzelden üçün. Mən hələ birinci dəfədir. Mandalini birinci dəfədir. Almayı 2-3 dəfə eləmişəm.
Mən qablarımı qaynar suyuna yaxalamışam. Hamısını. Ki, əziyyət çəkib bu yerə gətirmişəm. Bundan sonrası çiflənməsin. Birinci durusunu elədim. Bunun əti çıxırmış üzünə. Süzdüğümü kökürəm mən qabağa. Nə qoyursun? Sirkə elə şeydir ki, bütün yeməklərdə paşlı istifadə edə bilirsiniz. İndi pişin dərmanıdır elə bu. Suba qatın üçün biz Allah hamd olsun 40-ın önündən keçdik, xəstələndik. Can tökün əcinə qoyduq, vətən əcinə düşdük. Mən özümdə hələ heç tam sağaldım. Açaşdım mən Türkiyədə doğdum. Qaynar suyuna yaxaladım. Bax, qaynamış suyuna. Zor. Ben balonu da çıkacağız. Hoşuna dönüm. Özü uca ata düşür, çıxır, yenir. Maşallah. Can Türk. Zor. Nene kurban olsun sen. Çok sıkıntı. Bu da qalacaq. Səhərəcən qəşəng süzüləcək. Bir damlısını da israf eləmirəm. Allah hamımızın köməyi olsun. Allah hamımızın sürfəsinə, əlinin əməyinə bərəkət versin. Balalarımızı saxlasın. Əsgərlərimizi qorusun. Xəstələrimizə Allah şəfa versin. Xəstə qapısında duranlara Allah səbir versin. Xəstəxanaların qapısında duranlara xəstələri sağalsın, çoxsun. Bu indi belə süt kimi olmağına baxmayın. Allah qoysa, yetişəndən sonra elə olur göz yaşı kimi. Konyak rəngi alır. Süz də düzəldin. İndi mandalinin düzdürcə yavaş-yavaş vaxtı gedir. Mən o bol vaxtında 3 kilo 1 manat olanda, 4 kilo 1 manat olanda eləmişdim. Hələ də gec deyil, heç valla 1 manata 1 manat elim qəpiyyədir. Bir balona hardasa 1 kilo mandalin dökürsən, amma içindən 3 metr, 2 metr yarı. Can, niyə əsəbləşmişsən? Gəl nənələrlə sağollaşır. Gel qoduğu yalnız. Gel seni yaradana qurban olsun canım. Boşuma dönməyə də. Pointonum deyə, pointonum. Allah bunun arzusunda olanlara da versin. Can Türkümdən imenli zəhra demişəm bundan versin. Yemək yemir. Nənəsindən verir balam. Allah əsgərlərimizi qorusun. Oyun çıxartmayaq. Nənə qova, bax oraya sağ elə. Belə. Eləyən böyüyən, eləyən.